Əlbəttə, budur yaxın həftələrdə uğurlu dövrə qədəm qoyan və pul axını gözlənilən bürclər, tam Azərbaycanca şəkildə. Qoç. Bu dövrdə maliyyə sabitliyi və artım enerjisi güclənir. Əvvəllər əziyyət çəkdiyiniz işlərin qarşılığını almağa başlayırsınız. Yeni gəlir imkanları, xüsusən də şəxsi təşəbbüslərdən doğan qazanc ehtimalı yüksəkdir. Qısa məsləhət, gələn fürsətləri dəyərləndirin, amma tələsik qərar verməyin. Buğa pul axını buğa bürcünə doğru istiqamətlənib. Əmək, səbir və planlı addımlar indi öz bəhrəsini verəcək. Əl işləri, ticarət və torpaqla bağlı gəlirlərdə artım mümkündür. Qısa məsləhət, maddi qazanc əldə etdikdə bir hissəsini gələcək üçün yığmağa çalışın. Əkizlər. Bu dövrdə qəfil maliyyə dəstəyi və ya bonus kimi gəlir ehtimalı var. Yeni bir tanışlıq və ya əlaqə də sizə gəlir qapısı aça bilər. Qısa məsləhət, qərar verməzdən əvvəl hər variantı analiz edin. Xərçəng ailədən, yaxın çevrədən və ya emosional dəyərlərdən gələn dəstək sizi maddi cəhətdən də irəli apara bilər. Əvvəldən planladığınız bir iş indi gəlir gətirəcək mərhələyə çatır. Qısa məsləhət, hisslərinizə qulaq asın, amma qərarları soyuqqanlı verin. Şir uğurlu dövrünüz başlayır. Yeni əməkdaşlıqlar, təkliflər və diqqət çəkici layihələr maliyyə sabitliyi gətirə bilər. Parlamaq və tanınmaq sizin üçün bu dövrdə pulun açarıdır. Qısa məsləhət, özünüzü göstərməkdən çəkinməyin, cəsarət qazanc gətirəcək. Qız əməksevərliyinizin nəticəsi bu həftələrdə özünü göstərəcək. Maliyyə baxımından bərpa və güclənmə dalğası gözlənilir. Qısa məsləhət, qənaət planı qurun, bu uzun müddət